Selamlar, saygılar, değerli ve sevimli sözdaşlar. Aziz Azərbaycan Türk millət, dünyanın hər bir yerini biz görüb eşidirsiniz. Xoş gördük. Yeni bir danışıqla qulluğunuzdayıq. Canlı olaraq inşallah birazdan sayın değerli qonağımız Macid Cavad Cənabları Dirəniş Təşkilatının sözçüsü nömrəniz. Əlbəttə biz dünən beraber olacaqdıq. Dünən bir problemlərə görə ola bilmədi, amma bugün sayın Macid Cavad Cənabları var. Gündəm məsələ haqqında İran-İsrail savaşı bunun sonu haya gedib və özəlliklə Batı Azərbaycan ya Azərbaycanda nə olaylar baş verir. Bunları beraber danışacağıq. Salam Məcid bəy, sizə çox xoş gördük. Öz təşəkkürümüzü bildirdik bu çağırışı qəbul edib və varsınız. Sayın Məcid bəy, buyurun, əgər salam əleykum olsa biz danışığımıza beraber başlayaq. Selamlar Araz bəy, xoş gördük sizi və bütün dinləyənləri. Təşəkkür edirəm ki, bir daha bu fürsəti mənə yaratmısınız. Və elə bu vəsilə ilə də geçmiş olsun deyirəm millətimizə ki, biləxərə istənməyən, istəmədikləri bir savaş, müharibənin içində qalıblar və demək olar ki, indi biləxərə itkilər də var, yaralılar da var. Buradan bütün ailələrimizə, millətimizin hər bir fərdinə geçmiş olsun deyirəm bu vasitəyə. Bəli, çox yaşayın Məcid bəy, minnətdarlığımızı bildiririk. Varsınız, bəli, biz də ancaq heç bir savaşın tərəfdarı deyilik, amma indi vəziyyət elə bir cürdür ki, məcbur ona görə danışaq. İran adlanan coğrafiyada özəlliklə bizim demək olar Təbrizimiz, Urumumuz, Mərəndimiz, başqa şəhərlərimizdə də bu saldırılar olur. Sayın Məcid bəy, necə oldu, nədir orada bu savaş başlandı sizdə? Bunun ancaq öncədən bir planlar var idi. İndi bu halətə gəlib ancaq İsrail İranı vurur, İran İsraili vurur və İsrail gəlir çox açıqca burada öz manovrunu verir, istədiyi insanları terror edir, bilim insanları və istədiyi yerləri demək olar nöqtəcanı deyirlər təqribən. Elə bir şey işlər yapır gedir. Bunu necə dəyərləndirirsiniz? Araz bəy, bu savaşın çıxacağı hər halükarda bəlli idi. Uzun zamandan bəri bu məsələ danışılırdı və bütün işarətlər, imarələrdən bəlli idi ki, bu savaş çıxacaq. İran İslam rejimi biləxərə sən durursan bir dövlətə deyirsən ki, mən səni yer üzündən məhv eləyəcəyəm, səni yer üzündən siləcəyəm. İsrail gərək məhv ola. Bir gün bir yerdə saat qoyurlar, deyirlər şumarış məkus İsrail yox olacaq, 5 ilə kimi məhv olacaq, bizi yox eləyəcək. Ondan sonra gedirsən onun ətrafında Hizbullahdan, Həmasdan, Husidən, Həşd-ü Şəbidən zaddan düzəldirsən. Biləxərə onlar da indi biz bəyənək, bəyənməyək bir millətdir, bir dövlətdir ki, 10 illərdir orada vardı və Sazman-ı Milal də, Birləşmiş Millətlər də onu tanıyıb, dünya onu tanıyıb, Ərəb məmləkətlər də onu tanıyıblar. Biləxərə indi orada bir dənə dövlətdir və millətdir ki var. O da təbiətin özündən müdafiə eləyəcək. Yəni durub baxmayacaq ki, deyəm, İran məni bəyənmir və ya İrandakı o hakim təbəqə mollalar məni bəyənmirlər, mən durum baxım, onlar gəlsin məni məhv eləsin. Bir də üstəlik bir dənə də məsələn atom bombu düzəltsin, istədiyi zaman məni təhdid eləsin və ya mənə atom bombu atsın. Hər dövlət olsa, hər millət olsa təbiətən buna imkanı daxilində cavab verəcək, qarşılıq verəcək və özünü müdafiə edəcək. Aslında bu da təbii bir məsələdir. Ona görə də biləxərə özəlliklə də bu Həmasın 7 oktyabr qəziyyəsindən sonra ki biz Həmasın yaşadıklarını gördük, Hizbullahın yaşadıklarını gördük, Suriye'de olanları gördük, son zamanlarda Yemen'de neler oldu onu gördük. Ve en sondaki biləxərə Trump dedi ki müzakirə olsun, 2 ay vaxt verirəm filan. Yani bu savaşın zaten geleceği belliydi. Yani bu her halından belliydi ki bu savaş olacaq, tezi geci var idi və ya keyfiyyəti necə olacaq onu bilmirdik. Və ya şiddəti, həcmi. Məhəmməd bəy, üzülürsən sözün arasına girim, elə sözün davamını deyərsiniz, amma o siz dediniz ki 2 ay Trump vaxt vermişdi, mühlet vermişdi İrana. İran acaba bunu ciddi tutmadı, bu məsələyə demək olar sürpriz kimi bir şey oldu. Yani 2 aydan sonra düz 2 ay bir gündən, yəni 61 gündən sonra bu İranın generalları qəşəng edib öz yataqlarında arxaya yıxıldılar, yatdılar. Yəni bunlar bu
hala da gəlmədilər ki, baba 2 ay bizə Trump möhlət vermişdi. Bugün 61-ci gündür və biz hətta ki özümüz oturuq bir cələsə quraq ya iş yerində olaq. Yəni nə olar bir məmləkətin generalları, bir məmləkətin o rütbədə bir insanları bir dənə Amerika kimi Cumhurbaşkanı 2 ay möhlət veribdi və bunlar 61-ci günü bunu nə qədər ciddi almadılar. Nə qədər bu məsələni demək olar aşağı bir səviyyədə bir gördülər ki, əslən biz öz evimizdəyik və gəldilər belə də İsrail bir surprise yaptı və demək olar ağır bir xəzinə qoydu ancaq o gecə rejimin əlinə. Valla məncə Cumhur İslami bu məsələni ciddiyə aldı. Ciddiyə almasaydı gedib oturub Amerika ilə 5 tur və ya 6 tur müzakirə eləməzdi. Bunlar bilirdilər ki, məsələ ciddidir. Biz biləxərə Həması itirmişik, Həşd-ü Şəbini itirmişik, Suriyəni itirmişik, Yəməndə əleyağımız bağlanıb, Hizbullah itirmişik. Biləxərə bu savaş qapıdadır. Amma bir tərəfdən də Trump'ın şərtləri o qədər ağır idi ki, bunlar hər halda o şərtləri qəbul elədikləri zaman bir o təslim və xəli silahı qəbul eləmiş olacaqdılar. Ona görə yəni o şərtlərin qəbul edilməsi də çətin bir şeydir bir belə müddətdən və bir belə şeydən sonra. Və bunlar bilirdilər ki, əslində artıq savaş qapıya dayanıbdır. Sadəcə zamanlamasını doğru təşxis verəmədilər, mənim nəzərimə elə gəlir. Çünki hələ bugün yekşənbə günü qərar idi ki, yeni bir müzakirə turu ola, müzakirə dövrəsi ola və hər halda bunlar düşünürdülər ki, son müzakirələrdən 3-4 gün sonra, bəlkə bir gün sonra, 2 gün sonra, bir həftə sonra, 10 gün sonra artıq bir müharibə başlayır. Amma İsrail bir dənə bir necə deyirlər, qabaqlayıcı, pişləstanı bir hərəkətlə bu yekşənbənin müzakirələrini də gözləmədən Cuma günü gecə ki, heç kim gözləmirdi, ani bir dənə saldırı başlatdı. Yəni, bəlkə İranın gözlədiyindən bir həftə, 10 gün daha tez bir hücum oldu. Yoxsa mən düşünmürəm ki, bunlar ciddiyə almırdılar və ya şey deyildilər. Sadəcə olaraq ciddiyə alsalar da əllərində çox bir kartları yox idi. Sonuç itibarilə İranda bir dənə muşaki kart var. Onu da görürük ki, indi atır, əlindən gəldiyi qədərini atır, amma 30 dənə atır, 3 dənəsi düşür. Onlar da gedirlər qeyri-nizami yerlərə düşürlər, qeyri-nizami hədəflərə düşürlər. Yəni o cür məsələn İsrail kimin nöqtə atışı, stratejik yerləri, stratejik mərkəzləri, stratejik şəxsləri, stratejik məsələn fərmandehləri vurmur. Atır gedir məsələn Tel Avivin və ya Heyfanın bir dənə məhəlləsinə düşür. 3-5 nəfər, 10 nəfər normal vətəndaş ölür, yaralanır və ya yəni bir dənə hədəfli bir saldırı gerçəkləşdirmir. O da mesela dediyim kimi, yəni hududen muşəhlərinin %10'u isabət eləyir, %90'ı isabət eləmir və ya göydə vurulur. Ümumiyyətlə belə deyim, Araz bəy, bu qisməti də biraz daha toparlasaq ki, keçək əsas Güney Azərbaycan və Qərbi Azərbaycan məsələsinə ki, məncə çox önəmlidir. Yəni bu savaşı Cumhur İslam... Bu savaşın davamına göre de bir açıklayasınız 5-6 dəqiqədə siz dediniz ki, o konumuz da önemlidir. Sonu ne olar bu savaşın? Davamı ne olar eğer devam tapsa? Bu savaş tamamıyla Cumhur İslam'ın... Bəli. Bu savaş tamamıyla Cumhur İslam'ın necə deyirlər, nədanəmkarlığı, yanlış siyasetleri, səhv siyasetleri, dünyanın əleyhinə olan siyasetleri, teröristi siyasetleri, dünyadakı nəzmin və hüququn əleyhinə hərəkət eləməsi, suyun tərsinə üzməsinin bir dənə nəticəsidir. Bəli, ola bilər ki, biləxərə sənin İsrailin siyasətləri ilə müvafiq olmayasan. Türkiyə də müvafiq deyil, Ərəbistan da müvafiq deyil, Misr də müvafiq deyil.